Salam əziz izləyicilər. Bu günləri biz funksiyanın ardını, yəni ikinci bölməsini keçəcəyik. Keçən dərs biz funksiya nədir, funksiyada x və y dəyişənlər arasında əlaqəni öyrəndik. Bir də xətti funksiya, düz mütənsib funksiya və tərs mütənsib funksiya haqqında danışdıq. Bir də sabit funksiya haqqında danışdıq. Bu dərs isə kvadratik funksiya haqqında danışacağıq. Yəni parabolalar haqqında danışacağıq. Başlayaq. Yadda saxlayın, y bərabərdir x kvadrat funksiyasına parabola deyilir. Qrafikdə baxın belədir. Bu y oxudur, bu x oxudur. Qrafiki y-ə nəzərən simmetrik bir xəttdir. O y oxuna nəzərən simmetrik bir xəttdir. Və bunun təbii ki x kubu var, x üstü 4 var, x üstü 5 var və s. Ona görə x üstü n funksiyalarını da öyrənəcəyik. Təbii ki n2-dən böyük olmaq şərtlə, çünki 2 olanı zaten dedikdə kvadratik funksiyadır. İndi gəlin bunlar haqqında danışaq. Yadda saxlayın. Parabolalarda, məsələn, y bərabərdir x kvadratı yazıram, bir də 2x kvadratı yazıram, bir də 3x kvadratı yazıram. Bir də məsələn, 2-də 1x kvadratı yazıram, 4 dənə hələ ki bəs edir. Yadda saxlayın, əmsal nə qədər ki böyükdürsə, məsələn, 3 ən böyükdür burada. Qrafik y oxuna sıxılır, yəni naziləşir də belə deyil orada. Məsələn, tutaq ki də, bu qrafik əgər x kvadratının qrafikidirsə, burada biraz da sıxılsa, məsələn, biraz sıxılsa, olacaq tutaq ki 2x kvadratının qrafiki. Biraz da sıxılsa, lap naziləşsə, yəni y oxuna yaxınlaşsa, olacaq 3x kvadratının qrafiki. Yəni, əmsal nə qədər böyük olsa, qrafik o qədər incəlir də belə deyək. Balacaşında isə əmsal genişlənir qrafik. Burada da 2-də 1 ən genişi olacaq, çünki ən kiçik əmsal odur və ən uzaq da o yerləşəcək. Baxın, belə yadda saxlayın. Əgər qabağında mənfilər olarsa, əksinə aşağı doğru olacaq da qrafiklər. Eyni şeylərin mənfilərini aşağı doğru çəkəcəksən. Mənfi olanda aşağı doğru baxır parabolanın qolları, birazdan deyəcəyik onu. Müsbət olanda yuxarı doğru baxır. Və kvadratik funksiya, uşaqlar, bir bu düsturla verilə bilər. A vur, x çıx, m-in mörtəzi kvadratı üstə gəl n. Birinci bu düsturla verilə bilər. İkinci verilə bilər. Y bərabərdir A vur, x çıx, x1 vur, x çıx, x2 düsturu ilə. Sonra verilə bilər y bərabərdir A vur, x çıx, m-in kvadratı üstə gəl daha doğrusu x çıx m-in kvadratı. Sonra bu üçüncü olsun. Verilə bilər. Deməli, a x kvadrat üstə gəl n şəklində və nəhayət 5-ci də olsun. Y bərabərdir a x kvadrat üstə bx üstə c şəklində. Baxın, bu tipləri yaxşı bilsəz, qrafikləri artıq rahatçılıqla tapa biləcəksiniz. Gəlin başlayaq, görək bu A nədir, M nədir, N nədir? Birinci M və N-dən başlayaq. M və N parabolanın təpə nöqtəsinin koordinatlarıdır. M-in düsturu mənfi B böl 2A-dır. N-in düsturu 4AC çıx B kvadrat böl 4A-dır. Çox lazımlı düsturlardır. Hamı bunu bilməlidir, o düsturlar. Bəzi kitablarda M-in yox, X0, Y0 kimi işarə olunur. Məsələn, bir dənə parabola çəksək, tutaq ki, bu paraboladır. Baxın, bunun təpə nöqtəsinin, yəni bu nöqtənin apsisi M-dir, yəni X-i M-dir, Y-i N-dir. Belə. Sonra, A nədir bəs? A əmsaldır və A-nın işarəsi parabolanın qollarını bildirir. Yəni, A müsbətsə parabolanın qolları yuxarı olur, mənfidirsə aşağı olur. Yəni, parabolanın təpə nöqtələri verilibsə əgər qrafikdə, onda bax bu düsturla tapacaq, hər ikisi verilibsə. Yox, əgər parabolanın təpə nöqtəsi yox, x-lar verilibsə, yəni parabolanın x-i kəsdiyi nöqtələr, məsələn, belə bir parabol çəkilib, bax, bu bir burada kəsib, bir burada. Bu x1 adlanır, bu x2. Əgər parabola x oxunu kəsibsə və həmin nöqtələr verilibsə, onda bu düsturdan istifadə edəcəyik. Parabola
x oxuna toxunursa, məsələn, bir nöqtə toxunursa, tutaq ki, belə bir nöqtə. Bax, bunun təpə nöqtəsini görürsünüz, bir dənə apsisi var da. Yəni, y yoxdur, bax, burada. Burada yalnız və yalnız m var. Onda istifadə olunur üçüncü düsturdan. Yəni, bu düsturdan. Niyə görə? Çünki ancaq burada m var, n yoxdur. Dördüncüdə isə əksinə n var, m yoxdur. Bu zaman, yəni, belə bir şey ola bilər. Məsələn də belə bir şey ola bilər. Ancaq n var. Belə bir parabollarda bu düsturdan istifadə olunacaq. Və nəhayət, bu tipləri isə özü verəcək, deyəcək, qrafiki qur, gör hansının grafikidir və yaxud da A-nı, B-nin, C-nin cəmini tap. Gəlin, başlayaq. Bir dənə qrafik çəkək və izah edək. Məsələn, belə bir qrafik verilib mənə. Məsəl üçün, belə bir qrafikdir. Təpə nöqtəsinin absisini verib 3, ordinatını verib -4 və bu y-i kəsdiyi nöqtə var. Bunu da verib tutaq ki, -2. Deyir ki, bunun grafikini quru ya da variantlardan hansı bunun grafikidir. Biz baxırıq ki, təpə nöqtələri var, ikisi də. Onda birinci düsturdan istifadə edəcəyik. Yəni, y bərabərdir a vur x çıx m-in kvadratı üstəgəl n. Düstur bax budur. Bizdə m parabolanın təpə nöqtəsinin apsisidir, n isə ordinatıdır. Baxırıq ki, m-i 3-dür. Bu m-dir. N-i də -4-dür. Bu belə. Aparıb yerinə qoyuruq. Olur y bərabərdir a vur x çıx 3 kvadrat üstəgəl -4, yəni çıx 4 deməkdir. Bax bu. Bir dənə qaldı A-nı tapmaq. A-nı necə tapacağıq? A-nı tapmaq üçün ən rahat yol nədir? Baxın, bu y oxunu kəsib -2 nöqtəsini görürsünüzmü? Biz də bilirik ki, funksiya hansı oxu kəsirsə, həmin nöqtədə digər oxun qiyməti 0-dır. Yəni, burada -2 nöqtəsində y var da, x yoxdur. Onda x-a 0 qoyuruq, y-ə -2 qoyuruq ki, A-nı tapaq. Baxın, burada, bu yuxarıda çərçivəyə aldığım hissədə olur nə? A vur x-in yerinə 0 qoymalıyıq. 0 çıx 3-ün kvadratı çıx 4 bərabərdir -2. Y-in yerinə -2 qoydum da bura. Olur nə? 0-dan 3 çıxanda -3 eləyir, kvadratı olur 9, olur 9-a bərabərdir. Bunu da bu tərəf atsaq 4 çıx 2-dən 2 olur. A da bərabər olur 2 bölü 9, yəni 9-da 2. A da tapıldı. Deməli, bizim qrafikimizin düsturu belə olacaq. A vur, yəni 9-da 2 vur. Bax, burada qoyuruq da yerinə, bax burada. X çıx 3-ün kvadratı çıx 4. Variantlarda bunu işarələyin, getsin. Bu oldu belə bir qrafik. İndi gəlin, eyni tip qrafiki verək. Sadəcə bu dəfə x-i kəsdiyi nöqtələr verək. Özüm qəsdən aşağı verirəm ki, həmişə yuxarı olmayacaq ki, aşağıda olacaq. Məsələn, buranı versin -4, buranı versin 5. Bir də buranı versin 3. Məsələn. Desin ki, bunun qrafiki hansıdır? Nə edəcəksiniz? Yenə bu dəfə x-lar verilib. Görürsünüz? Bu x1-dir. X-i kəsdiyi nöqtələr. Bu x2-dir. Onda bu düstur yada düşür. Y bərabərdir. A vur, x çıx x1-in vur, x çıx x2. Bax, belə bir düstur. x1-imiz -4-dür, x2-miz 5-dir. Yerinə qoysaq olacaq A vur, x çıx -4, yəni x üstəgəl 4, işarə dəyişir axı mənfidə. O bizdə x çıx 5. Bu da y bərabərdir. Bax, bu oldu. Bir dənə qaldı A-nı tapmaq. A-nı tapmaq üçün bayaqki dediyimiz su. Y-i kəsib 3-də, y-ə 3 qoyursan, x-a 0 qoyursan. Olur nə? 3 bərabərdir A vur, 0 üstəgəl 4, 0 çıx 5. O da olur 4 vur -5, -20 A bərabərdir 3, A da bərabərdir -20-də 3. Aparıb bunu da qoysaq bura, olacaq y bərabərdir -20-də 3, vur, x üstəgəl 4, x çıx 5. Bu variantı işarələrə getsin. Sonra gəlir nə? Məsələn, belə bir qrafik verir bizə. Verir belə bir qrafik. Tutaq ki, belə bir qrafik. Buranı verir 5 nöqtəsi. Buranı verir x. Aha, baxıram ki, parabolanın yalnız və yalnız təpə nöqtəsinin nəyi var? N var, yəni y var da, ancaq y kəsib, x yoxdur ümumiyyətlə burada. Bu düsturdur, y bərabərdir ax kvadrat üstəgəl n.
Eni də budur da. Bu n'dir. N 5'dir burada. Onda yerine qoysaq olacaq y bərabərdir ax kvadrat üstəgəl 5. Aha. Bəs a-nı necə tapaq? Bayaq dedim ki, a-nı tapmaq üçün y-i kəsdiyi nöqtə dili 5'dir. Həmin nöqtəni qoyuruq y-in yerinə. X-a da 0 qoyuruq. Olur a vur 0'ın kvadratı üstəgəl 5. Burada belirliyində sizə a-nı götürməyəcək. Niyə görə? Burada a-nı 1 qəbul edək. Elə bilin ki, belə deyim də sizə. Y bərabərdir x kvadrat deyil bizim parabolamız. Parabola burada düzdürmü? Y bərabərdir x kvadrat üstə 5 olanda bu 5 vahid qalxır yuxarı. Yəni y oxu boyunca sürüşür. Olur, bax, belə bir qrafik. Bunu tam ətraflı sizə izah edeyim. Bax, məsələn, y bərabərdir x kvadrat çıx üstəgəl 4 məsələn. Bu nədir? Y oxu boyunca 4 vaid yuxarı qalxır. Nə qalxır? Parabola qalxır. Bax, yəni belə olur qrafik. Bax, belə. Qollar niyə yuxarı oldu? Çünki x kvadratın əmsalı. Bax, bura müsbətdir əmsal. Buradakı əmsal müsbətdir. Bəs belə olsa, yazsa ki, tutaq ki, y bərabərdir x çıx 2'nin kvadratı. Mötərizənin içərisi olanda isə x oxuna baxırsan. Ki, bu y bərabərdir a vur. Deməli, x çıx m'in kvadratı. Burada baxırıq ki, bax, burada da çıxma var, düsturda da onsuz da çıxma var. Deməli, m2'dir. Yəni, bu, bax, təxminən belə bir qrafikdir. Bax, belə bir qrafikdir. Uzun sözün qısası. Əgər mötərizənin içində nəsə dəyişibsə, məsələn, y bərabərdir x üstəgəl, məsələn, 3'ün kvadratı, nə bilim, y bərabərdir x çıx 1'in kvadratı olsa, bu içəridəki mötərizənin içindəki parabolanın m-idir, yəni təpə nöqtəsinin absisidir. Yox, əgər x kvadratdan sonra nəsə yazılıbsa, məsələn, 5, nə bilim, çıx 6 yazılıbsa, bunlar n'dir, n. Deməli, bunun m-i 0'dır. N-i, məsələn, 5'dir. Sonra o birisində -6'dır. Bu da belə. Bu parabolanın verilmə üsulları idi, verilmə şəkilləri idi. Bir də, məsələn, belə bir funksiya f(x)-dan da yazıla bilər. F(x) bərabərdir, məsələn, 4x kvadrat çıx 1 üstəgəl, məsələn, çıx x üstəgəl, məsələn, 6. Belə bir şey verilib. Bax, yazır ki, f1'i tap. Yadda salın, f-in içindəki rəqəm x-i bildirir. Yəni, aparıb x-in yerinə qoy. Yəni, f1 bərabərdir 4 vur 1'in kvadratı çıx 1 üstəgəl 6. O da olur 4 çıx 1 üstəgəl 6, yəni 9. Amma desə ki, məsəl üçün, f x bərabərdirsə 8'ə, bu zaman cavaba, yəni bunu, bu misalı özünü 8'ə bərabər eləyib, bu kvadrat tənliyi həll edib x-i tapırsan. Yəni, cavabda nəsə verilsə, f(x)-in yerinə qoyursan, içində nəsə verilsə, x-in yerinə qoyursan. Bir də təzə versiyalarda belə bir şey yazılır, təzə kitablarda. Məsələn, yazılır ki, f1 bərabərdir 3, f6 bərabərdir 4, f7 bərabərdir 10 məsələn. Bu nə deməkdir? Bu o deməkdir ki, bax, x-in yerinə 1 qoyanda y3 olur. Yəni, x1 olanda y3 olur. Yəni, x-in 1 nöqtəsində y-in də 3 nöqtəsi uyğun gəlir. Bax, bu deməkdir. Bu nöqtə f1 bərabərdir 3 nöqtəsidir. Və yaxud da f6 bərabər 4 nə deməkdir? Yəni, x-i 6 olanda y-i 4 olur. Bu da f6 bərabərdir 4 şərtini ödəyir. Və nəhayət f7 bərabər 10 deməkdir. Yəni, x-a 7 qoyanda y 10 olur. Bax, bu nöqtədə olur f7 bərabərdir 10 nöqtəsi. Bunları da bilin. Başqa nə qaldı? ABC-nin işarəsini tapmaq. Necə tapırlar bunu? İndi öyrədəcəm. Məsələn, bizdən nə soruşa bilər? Bir dənə parabola verə bilər. Bizdən soruşa bilər. Yazıram burada işarələrin tapılması. İşarələrin tapılması. Birinci soruşa bilər A-nın işarəsi. İkinci soruşa bilər B-nin. Üçüncü C-nin. Dördüncü diskriminantın. D diskriminantdır. Beşinci M-in. Altıncı N-in. M və N də təpə nöqtələrinin koordinatlarıdır.
Başqa heç nə qalmadı mən biləm. Bu bir dənə parabola ilə hamısını izah edəcəm sizə. Məsələn, belə bir parabola çəksin. Təpə nöqtəsini buranı versin 2. Buranı versin -4. Belə bir paraboladır. Başlayaq. Birinci A-dan başlayaq. Uşaqlar, A var, A. Hansı ki, A vur M və X çıx. Belə yazmadım. A vur X çıx M-in kvadratı üstə M. Buradakı A-dan söhbət gedir. Yadda salın. Həmin A parabolanın qollarıdır. Qollarının işarəsidir. Nə deməkdir? Nə deməkdir? Burada parabolanın qolları görürsünüz yuxarıdır. Deməli A nədir? A müsbətdir. Qollar işarəni bildirir. Yuxarıdırsa müsbətdir. Parabola belə çəkilsəydi mənfi olacaqdı. Beynəlxırda başlasın. C Y-i kəsən nöqtədir. Bax, Y burada kəsib də. Sıfırdan aşağıda kəsib. Görürsünüzmü? Y sıfırdan aşağı kəsdiyinə görə C mənfidir. C nədir? Y-i kəsən nöqtə. Yəni Y oxunu kəsən nöqtə. Necə ki, xətti funksiyada B idi, Y kəsən. Burada C idi. Diskriminant nədir? Diskriminant bildiyimiz kvadrat tənlikdəki diskriminantdır. Diskriminantda 3 dənə qayda var deyə. Kvadrat tənliyin 2 müxtəlif həqiqi kökü vardır. Həqiqi kökü yox idi, bir də yeganə kökü, yəni bir kökü vardı. Kökdə biz x-lara deyirik axı. Baxırsınız ki, bu qrafik x-i 2 dənə nöqtədə kəsib. 2 müxtəlif nöqtədə. Biri burada kəsib, biri burada. Biri x1 sayılır, biri x2. Deməli, bu kvadrat tənliyin 2 müxtəlif həqiqi kökü var. Ona görə də diskriminant 0-dan böyükdür. M və N təpə nöqtələrdir. Bax, M buradır. N burada, bayaq dedik. Deməli, M-i müsbətdir, yəni 2-dir, müsbətdir. N-i görürsünüz, -4-dür, mənfidir. Qaldı bir dənə B. B-ni nətər tapırıq? Ən asan yol deyəcəm sizə. Hər müəllimin bir üsulu var. Mən belə izah edirəm. Başqa yol da var, deyərəm. Qısa yolu budur. Soldan sağa doğru. Bax, soldan sağa doğru. Hər şey soldan sağa olur. Y-i kəsdikdən sonra qrafik dərhal aşağı inirsə, baba, görürsünüz, burada dərhal aşağı inir. Bizə bu hissədir lazımdır. Dərhal aşağı inirsə, B mənfidir. Amma yuxarı qalxsaydı, B müsbət olardı. Bir də deyirəm, Y oxunu kəsdikdən sonra soldan sağa doğru qrafik dərhal aşağı inirsə, yəni bu hissədə aşağı inirdi. Deməli, B mənfidir. Amma yuxarı qalxsaydı, B müsbət olacaqdı. Bu da bizim işarələrimiz oldu. Gəlin bir dənə misal yazaq. Məsələn, belə bir qrafik çəkirəm sizə üçün. Belə bir qrafik. Bura olsun, məsələn, 6 nöqtəsi. Burada olsun, tutaq ki, 7, burada 0. Gəlin işarələri tapaq. A müsbətdir. Niyə? Çünki parabolanın qolları yuxarıdır. B nətər tapılırdı? B, Y oxunu kəsdikdən dərhal sonra qrafik soldan sağa nə inir? Bax, kəsəndən sonra dərhal aşağı inir. Onda B də mənfidir. C, Y kəsən nöqtədir. Yəni, burada C 7 olduğuna görə C müsbətdir. Parabolanın təpə nöqtələri olan M 6 olduğuna görə 6 müsbətdir. N-i yoxdur, görürsünüzmü? N yoxdur, ona görə N 0-a bərabərdir. Və diskriminant da dedik ki, parabolanın x-i kəsdiyi nöqtələrin sayına baxırıq. Bax, x-i bir dənə yerdə kəsib, yəni burada bir dənə x var. Ona görə diskriminant 0-a bərabərdir. Diskriminant 0 olanda yeganə kökü var idi. Belə. Məncə aydın oldu. Məsələn, havada qalsaydı, bax, qrafik belə havada qalsaydı, köklər olmayacaqdı. Diskriminant 0-dan kiçik olacaqdı. Diskriminant bir də parabolanın qolları aşağı olanda A mənfi olur da təbii ki. Bayaq dedim. Nə qaldı burada? Kvadratik funksiyada. Məsələn, belə bir funksiya verir sənə fx bərabərdir. Məsələn, 4x üstə gələk 6. Deyir ki, tutaq ki, hansı nöqtə bu funksiyaya aiddir. Məsələn, birin verir A, 1, 3. Mən birin verir B, 2, 6. Məsələn, C-ni verir, tutaq ki, -1, 2. D-ni verir, tutaq ki, 10, 7. Nə edəcəksiniz? Aiddir. 2-dən də demişdim. Aiddir. Üzərindədir. Keçir, kəsir tipli sözlərdə verilən nöqtələri aparıb verilən funksiyada yerinə yazacaqsınız. Və birinci həmişə x olur, ikinci y olur. Sən bura 1 qoyanda cavab 10 eləməlidir, amma bura 3 yazıb, deməli bu deyil. 2 qoyanda 6 eləməlidir. 2 qoyanda amma 4 vur 2 üstə 6, 6 eləməz. -1 qoyanda 4 vur -1 üstə 6, bəli, 2 eləyir, cavab C variantı olur. 10 qoyanda da 7 eləməz, 46 eləyir.
Bunu da öyrənmiş olduq. Yəni bu dərsi yaxşı başa düşsəz, modulda yaxşı başa düşəcəksiniz. Bir-birinə əlaqəli öyrədəcəm. Bir də kök 6x-i də başa düşəcəksiniz. Görək başqa nə qaldı demədiyim bu mövzuda. Topluya da baxaq. Qaldı bir dənə qiymətlər çoxluğu ilə təyin oblasti. Onu da deyim. Bu dərsi yekunlaşdıraq, ardından növbəti videoda çəkəcəm. Deməli, kvadratik funksiyanın, bax bu kvadratik funksiyadır. Bunun təyin oblasti, təyin x-in ala biləcəyi qiymətlərdir. Təyin oblasti x-in ala biləcəyi qiymətlərə deyirlər. Və D hərfinə şər olunur. Məsələn, D, Y. Y-ni yazarım, çünki bu Y-dir. Fx olsa F yazardım D. Təyin oblasti kvadratik funksiyalarda əgər məxrəc falan yoxdursa, sadəcə kvadratik bir şey yazılıbsa, hər şey ola bilər. Yəni, mənfi sonsuzluq, müsbət sonsuzluq, hər şey ola bilər. Amma qiymətlər çoxluğu, bu Y-in ala biləcəyi qiymətlərdir. Y-in ala biləcəyi qiymətləri deyirlər. Bunlar isə E hərfinə şər olunur, Y, Y məsələn. Bunun düsturu var. Bunun 2 dənə halı var. Birinci hal. Əgər A müsbətdirsə, yəni buradakı A varı əmsal x kvartın solu müsbətdirsə, qiymətlər çoxluğu olur. Deməli, n-lə müsbət sonsuzluğa. Yox, əgər A mənfidirsə, qiymətlər çoxluğu olur. Mənfi sonsuzluqdan n daxil. N nədir? N bayaq parabolanın təpə nöqtəsinin ordinatı vardı, y, oydu. Bax, budur. Gəlin, bir dənə misal götürək, topludan izah edək sizə. Məsələn, elə topludan kimdən izah edəcəm? Məsələn, götürək elə bu 56-cı suala baxaq. 56-cı sualı götürün buradan. Deməli. Deyir ki, nə deyir 56-da? Sən ikincini izah edeyim. 3x kvadrat üstə 6x çıx 7. Tutaq ki, 3x kvadrat üstə 6x çıx 7 funksiyası verilib bizə bir dənə. Burada A 3-dür bildiyiniz kimi. B 6-dır. C mənfi 7-dir də misallar. Gəlin bunun təyin oblasti bilirik də. Təyin oblasti mənfi müsbət sonsuzluqdur. Bu heç. Qiymətlər çoxluğunu tapaq. Qiymətlər çoxluğunu tapmaq üçün A-sına baxıram. A müsbətdir də 3-dür. Onda A müsbətdirsə, düstur belədir də. Deməli, qiymətlər çoxluğu n-lə müsbət sonsuzluq aralığıdır. N-in də düsturu 4ac çıx b kvadrat bölü 4a-dır. Yerinə qoysaq. 4 vur 3 vur mənfi 7 çıx 6-nın kvadratı böl 4 vur 3. O da eləyir. Mənfi 84 çıx 36 böl 12. Yəni, deməli, mənfi 120 böl 12, yəni mənfi 10. Cavab olur, mənfi 10-dan müsbət sonsuzluğa. Bu, bunun qiymətlər çoxludur. Məsələn, desək ki, bunun ən kiçik qiymətini tap, bu da mənfi 10-da təbii ki. Çünki bu aralıqdakı ən balaca tam ədəd mənfi 10-dur. X kvadrat üstə 6x çıx 7. Məsələn, burada təpə nöqtələri falan verilib. İndi qiymətlər çoxluğu verilməyib də. Amma mən, məsələn, bu misalın qiymətlər çoxluğunu sizə izah elədim. Yəqin ki, aydın oldu. Bir də təpə nöqtələrə aid, məsələn, belə misallar düşür. Məsələn, tutaq ki, verir ki, y bərabərdir mənfi x çıx 1-in kvadratı üstə gəl 7. Deyir ki, tutaq ki, bunun təpə nöqtələri hansı rübdə yerləşir? Təpə nöqtələri dedik ki, bu ümumiyyətlə hansı düsturdan verilib? A vur x çıx m kvadrat üstə n verilib də. Burada A və buradakı mənfi var. Burada görsəm n1 var. Odur. Bu A budur. N və buradakı 1-dir. Çünki çıxma ilə düsturun özündə var. 7 də n-dir. Onda bunun m-i 1-dir. 1. N-i 7-dir. Baxın, yerləşdi təpə nöqtəsi birinci rübdə. Qollar da aşağıdır çünki mənfidir. Hardasa belə bir qrafik olacaq. Bəzən belə suallar da düşür.
Bu günlük bu qədər. İnşallah növbəti dərslərdə modul x kök altı x funksiyasını izah edəcəm. Belə-belə bütün funksiya bölməsini hissə-hissə paylaşacağam. İnşallah ki, başa düşdünüz. Çalışın videoya bir təkrar baxın, sonra testləri işləyin. Nəyi də başa düşməsəz, rəylərdə bildirin. Sağ olun.